Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilərim və izləyicilərim. Deməli, videoyu keçmək lazım deyil, videonu axıracan izləyin, sonra deməyin bu problemlə mən də qarşılaşıram. Deməli, E4 aşıbqası ilə bağlı çoxları problem yaşayır. Təzə alır, aparır, misal üçün pütmütka quraşdırır, deyir, aşıbqa verir. Səbəb nədir bunda? Təzədir, defektdir. Xeyr, defekt deyil, sadəcə olaraq quraşdırma qaydası düzgün olmalıdır. Alırsınız, aparırsınız, düzdürmü? Bəzilər var, indi bilmir də, onlar bilməyəndə nə olar ki, bilməməyə ayıb deyil ki, öyrənməməyə ayıbdır. Yəni, bacadan keçirtdi. Fikirləşmir ki. Bunu çıxartdıqda, bax, görürsünüz, bax. Görürsünüz bunu. İndi deyəcəksiniz, burada hava keçmə yeri var da, işləyər, niyə işləmir ki? Fan düzgün üfürməlidir, dəmi çıxarmalıdır çölə. Çıxara bilmədiyinə görə aşıbqaya çevirir. Səbəb nədir? Siz bunu keçirdikdə bu boğulur. Niyə? Bunun qabağında əgər keçirirsinizsə, uzadın. Problem yoxdur. Sadəcə olaraq bunun qarşısını almaq üçün yanmaz kağızlar var, kamuflajlar. Bunun dairəsində də dolayın. Ola bilər yerini gen açarlar, yəni ki, səliqəli dayansın deyə. Plankası da var, keçirirsiniz, səliqəli quruluşda dayanır. Deməli, bunun qabağındakı plankanı ləğv eləyirsiniz, çıxardırsınız. Çıxartmazsınızsa, bacaya qoşarsınızsa, boğulur. Necə boğulur? Yəni, bunun içərisində olduqda, tutaq bir məntiqlə. Bu havanı üfürüb çölə çıxarmalıdır. Çölə çıxara bilmədiyinə görə aşıbqaya salır. Yəni, aşıbqaya niyə salır? Yəni, bu planka ləğv olmadığına görə, havanı çölə dəmi üfürə bilmədiyinə görə, prostat görürsünüz burada, yəni prostat var. İndi burada görünmür, qapaq bağlıdır deyə görünmür. Yəni, içərisində prostat var. Yəni, onun işə yaramağı odur ki, yəni qazı düzgün qaydada çölə üfürməlidir ki, fan, yəni işə sala bilsin deyə. O da işə düşə bilməmə səbəbi qabağında olan planka ləğv olmalıdır. Çoxu alır, aparır, yəni bilmir ki, dərdi nədir, axtarır, araşdırır, da plata qalmır, o qalmır, bu qalmır, dəyişir, deyir, yenə də bu problem hall olmadı. Xeyr, birinci bacıya baxmaq lazımdır, planka ləğv olmalıdır. Sən bunu bura keçirdikdə bu nəfəs ala bilmir. Bu havanı üfürməlidir çölə. Bildinizmi necə? Yəni, burada səbəb odur. Bir də, burada bağlantıları çoxu səhv bağlayır. Yəni, girişi, çıxışı səhv salırlar. Yəni, onunla da bağlı problem yaşayırlar. Sonra deyirlər, pütmütka, ayüsa filan yerdən açırıq işləmir, ay buradan açırıq işləmir, yanından da açırıq işləmir. Yəni, burada quraşdırma qaydası gördüyünüz halda bu krantı görürsünüz. Bu krantın iş prinsipi odur ki, yəni nə üçündür? Yəni, onun məqsədi odur ki, suyun az gəldikdə az miqdara salıb, yəni az miqdarda da işlənməsinə vasitə olursan. Yəni, giriş hissəsini görürsənmi? Giriş hissəsini görürsünüzmü? Bu suyuzun girişidir. Bura bir filtr qoyun. Plastikdən. Kombiyə necə qoyuruq ha? Videolarımda girib TikTokdan izləyərsiniz, YouTubedan da izləyə bilərsiniz. Yəni, bax, eləsi filtr qoyun ki, yəni yığıntı, atxot nə varsa gəlib o setkaya yığılsın. Siz onu açıb vaxtında təmizləyə bilin. Yəni, bunlar axış türbinlə, yəni axış sensoru ilə işləyir. Yəni, bu gördüyünüz ortadakı da qazdır. Yəni, qazın girişidir, metalik olan. Bu gördüyünüz də isti suyun çıxışıdır. Yəni, isti suyunuzun çıxışıdır. Yəni, dediyim kimi, bir daha da deyirəm. Yəni, gördüyünüz halda bu sağ tərəfdəki suyunuzun girişidir. Ortada olan metalik olan qazdır. Bu da isti suyunuzun çıxışıdır. Gördüyünüz halda bunun da satış məskəni, yəni gördüyünüz halda Əkbər İnşaat. Dəf kimi səliqəli. Bu da universal mərifət usta. Hər bir iş üzrə kanalımda videolar var. Bilməyənlər baxıb öyrənsin deyə. Yəni, hər bir işə dair var. Gördüyünüz halda səliqə səhmanla. Fərqlənməsi nədir sadədən? Sadədən fərqlənməsi fanı ilə və tənzimləməsi ilə fərqlənir. Dərəcəni də istədiyin dərəcəni verir sənə. 43 qoysan 43, 45 qoysan 45, stabil. Bir də onu deyim, bunlarda kombilərdə 60 milliyəcən tənzimləyir. Bunlarda 20 millidən 40 milliyəcən tənzimləməsinə malikdir. Yəni, gördüyünüz halda bu da sadə pütmütka. Yəni, bəzilər var, onlar deyir, fərq nədir ki burada? Yəni, qardaşım, aşın da ləzzəti başqadır, bozbaşın da. Başsa dönərəm. Yəni, izləyin, bəyanatın, ardını çəkəcəm, aşıbqalarla bağlı hər bir şeyə dair izah verəcəm. Çoxu qalır bunun, misal üçün, təmiri ilə də bağlı giriz qalır. Yəni, hər bir şeyə dair atacam. Yəni, siz işləyin, düzgün qaydada işləyin, düzəlsin, səliqə səhmanla olsun, kimsə problem yaşamasın. Yəni, Allah hər birimizin işlərini avan diləsin, uğurlar gətirsin, ev sahibinə də Allah uğurlar gətirsin. Dediyim qaydada da E4 aşıbqasını yaddan çıxarmayın. Yəni, gələn kimi E4 aşıbqası gəlirsə, siz birinci bacıya baxın. Sonra prostata baxın. Bildinizmi necə? Oldu, sağ olun, Allah amanında, gələn görüşlərə dək, özünüzdən müğayət olun. Deməli, vizit kartları da mən çəkirəm sizə.
Universal Mərifət Usta. Sağ olun, Allah amanında. Burada da Əkbər İnşaatda da yəni bunun təmiri ilə bağlı baxan qardaşımız var. Adı Rüfətdir. Yəni əgər lazım olarsa, yəni bura gəldikdə yerindəcə həll olur. Yəni ki, səliqə səhmanla. Əlaqə nömrəsində səhifədə qoyacağam. Yəni kimə lazım olarsa Rüfət qardaşla əlaqə saxlayır. Yəni qəşəngcə səliqəli, işində də səliqə səhmanla, keyfiyyətli də iş görür. Bu da Universal Mərifət Usta. Sağ olun, Allah amanında.